Leyla bank işçisi. Ramil bankın yeni işçisi. Salam Ramil, problemli kreditlər barədə düşünürsən? Salam Leyla. Bəli, ağlımda bir sual var. Kredit ödənmədiyi halda biz nə edə bilərik? Ramil, əgər daşınar əmlak girov kimi göstərilmişdirsə, o zaman daşınar əmlaka tutma yönəldilməsi etmək mümkündür. Bu necə olur Leyla? Çox sadə. Əgər daşınar əmlak girovu pul tələb edirsə, bank pulun ödənməsini tələb eləyə bilər. Əgər daşınar əmlak borclunun və ya yüklülük verənin sahibliyindədirsə, yazılı razılaşma əsasında yüklülük predmetini bank öz sahibliyinə götürə və yüklülük predmetinin məhkəmə qərarı və notariusun icra qeydi əsasında bankın sahibliyinə verilməsi üçün müvafiq olaraq məhkəməyə və ya notariusa müraciət edə bilər. Bəs girov yüklülük sahibinin sahibliyindədirsə, onda necə? Bu zaman bank yüklülük predmetinin satışını təşkil edə, yüklülük predmetini qanunla müəyyən olunmuş şərtlərlə mülkiyyətə götürə bilər. Həmçinin yüklülük predmetinin yüklülük sahibinin sahibliyinə verilməsinə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 23-cü fəslinə uyğun olaraq əmr icraatı qaydasında baxılır. Bu halda yüklülük predmetinin yüklülük sahibinin sahibliyinə verilməsi barədə məhkəmə əmri 3 iş günü müddətində icra edilir. Bank sahibliyi götürdüyü yüklülük predmetinin satışını necə həyata keçirə bilər? Ramil, yüklülük predmetini hərracda və ya istənilən üsulla sata bilər. Bəs yüklülük sahibi satışdan və mülkiyyətə götürməzdən əvvəl məlumatlandırılmalı deyil? Əlbəttə, yüklülük sahibi yüklülük predmetinin satılmasından ən azı 7 iş günü əvvəl yüklülük verənə və borcluya, bildirişin surətini isə reyestrdə qeydə alınmış və ona məlum olan digər yüklülük sahiblərinə verilməsini təsdiq etmə üsulu ilə göndərməlidir. Həmçinin eyni qaydada yüklülük sahibi mülkiyyətə götürmək istəyəndə də bildiriş göndərməlidir. Deməli, bütün proses qanunla tənzimlənir və əvvəlcədən məlumatlandırma da vacibdir. Təşəkkür eləyirəm Leyla. İndi hər şey mənə tam aydındır. Buyur Ramil.